Bakı metrosu 300 yeni vaqon almağı planlaşdırır. Bunu Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov deyib. O bildirib ki, bu ilin sonuna kimi isə 30 vaqon ölkəyə gətirilərək istifadəyə veriləcək. Alınacaq 300 ədəd vaqon parkımız bizim ən qısa və ən yeni xəttimiz olan Bənövşəyi xəttə istismara veriləcək. Hal-hazırda bildiyiniz kimi Bənövşəyi xətt 4 stansiyadan ibarətdir ki və perspektivdə nəzərdə tutulan açılacaq 10 stansiyadan 6-sı da Bənövşəyi xəttə istismara veriləcək və ümumilikdə stansiyada Bənövşəyi xəttə olan stansiyaların sayı 10 ədəd təşkil edəcək və 10 ədəd stansiyadan artıq net olaraq yeri bəlli olan stansiyalarımız Ağşəhər və Enzes qəsəbəsində açılacaq stansiyalardır. Eyni ilə onu bildirmək istərdim ki, bu iki stansiya xətlərin ayrılmasına da öz töhfəsini verəcəkdir. Hazırda qırmızı və yaşıl xətlərin hər ikisinə Nərmanov elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bu da sıxlığın yaranmasına səbəb olur. Ancaq yeni Dərnəgül elektrik deposunun inşası və layihənin digər nüansları nəticəsilə qırmızı xətt üzrə ən minimal interval təmin olunacaq. 2 il ərzində infrastruktur başa çatdırılması nəzərdə tutulub və ümumilikdə bir neçə alt tədbirlərdən ibarət olacaq. Belə ki, bu layihəyə Cəfər Cabbarlı və Nizami stansiyalar arasında 200 metrlik tunelin inşası, birləşdirici tunelin inşası, eyni zamanda Cəfər Cabbarlı və Nizami stansiyaları yaxınlığında 2 yarım stansiyanın tikintisi və 28 may və Cəfər Cabbarlı stansiyasında daha əlavə bir sərnişin keçidinin inşası və təbii ki, bugünkü Dərnəgül deposunun tikinti işlərinin tamamlanaraq tam olaraq istismara verilməsindən ibarət olacaq. Məlumat üçün bildirmək istərdim ki, bu deponun inşası metropolitenda böyük intervalların aradan qaldırılmasında öz töhfəsini verəcək. Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastruktur inşa olunacaq. Dərnəgül elektrik deposu Binəqədi rayonunda 16,5 hektar sahədə yerləşir. Ərazi tam olaraq hasarlanıb. 3 nəzarət buraxılış məntəqəsindən artıq ikisi hazırdır. Həmçinin ərazidə 7 mərtəbəli inzibati bina və 2 mərtəbəli emalatxana tikilib. Qeyd edək ki, Dərnəgül elektrik deposu Bakı metrosunun 3-cü yerüstü stansiyası olacaq. Hazırda çıxarılan 464 ağac yenidən deponun ərazisinə köçürüləcək. Bununla da 1000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulur. Fidan Əsədli, Üzeyir Ağayev, Xəzər xəbər.